Üzr istəyirəm ailəsindən. Bunlar onların eşitməyi çox çətindir. Amma Tofiq bəylə bağlı biz hər gün o həyəcanın içindəyik ki, faciə baş verə bilər. Azərbaycan hakimiyyəti də bunun məsuliyyətini başa düşməlidir. Elə biz millət olaraq, xalq olaraq hamımız da bunun məsuliyyətini başa düşməliyik. Tofiq bəy dözməyə bilər. Və belə bir vaxtda baxın, nə qədər qəddar olasan ki, nə qədər acımasız olasan ki, götürüb Tofiq bəyin apellyasiya məhkəməsini təyin edədilər 2 həftə sonra, 6 maya. Aclığın hələ 36-cı günündə apellyasiya məhkəməsi başlayacaq. O vaxta qədər Tofiq Yaqublu sağ qalacaq, qalmayacaq, onu da bilmirik. 36 gündən sonra məhkəmə qarşısında durub özünü müdafiə etmək iqtidarında olacaq, yoxsa yox, onu da bilmirik. Sağ qalacağı təqdirdə. O məhkəmə neçə gün davam edəcək, o da bilinmir. Açıq, aşkar, rəsmən adamı bitirmək istəyirlər. Baxın, aclığın 24-cü günündə götürüb 2 həftə sonraya məhkəmə təyin eləmək, açıq, aşkar adamı bitirəcəyik qərarı deməkdir bu. Bu düşmənçilikdir. Bu Tofiq Yaqublunu özünün elan elədiyi aclığın əlinə bitirmək istəyidir. Budur. Azərbaycan xalqı bunun fərqində olmalıdır. Baxın, biz indi çox sevirik. Tariximizdən, keçmişdən qəhrəmanlar tapaq, yetişdirək. Gözümüzün qabağındakı qəhrəmana sahib durmamız lazımdır bizim. Bu adam bu millət üçün hər şeyini verib, hər şeyini verməyə hazırdır və bu gün də canını verir. Amma bizim də onu daha ciddi müdafiə eləməyimizə ehtiyac var. Çox təəssüf ki, bütövlükdə biz hamılıqla bu prosesə hələ də qoşulmamışıq. Əlbəttə ki, 10 minlərlə insan Tofiq Yaqublu harayı çəkir. Mən təşəkkür edirəm bu tək adamlıq piketləri təşkil edənlərə. Plakatlarla, videolarla, fotolarla, yazılarla müraciət edən minlərlə bizim soydaşlarımıza. Amma çox təəssüf ki, əksəriyyəti müxalifətçilərdir, əksəriyyəti cəbhəçilərdir. Deməli, hamılıqla xalq qoşulmalıdır prosesə, yüz minlər, milyonlar olmalıdır bu prosesdə.